Salam əziz izləyicilər. Bir gün mənim sizə şad bir xəbərim var. Azərbaycanda quru sərhədlərimiz rəsmən bağlanmayıb. Bu haqda nə hökumətin, nə Milli Məclisin belə bir qərarı yoxmuş. Sadəcə qanunları anlamaq lazımdır. Nazirlər Kabinetinin verdiyi son qərar 22 sentyabr 2025-ci il tarixdəki qərar, onun verdiyi digər qərarlar kimi sərhədlərə aidiyyəti yoxdur. Nazirlər Kabinetinin qərarında sərhədlərin bağlanması haqqında heç bir fikir yoxdur. Nazirlər Kabineti bu qərarda ölkədə karantin rejiminin uzadılması barəsindədir. Bunun da sərhədə dəxli yoxdur. Bunu əvvəlki çıxışımda bildirdiyim kimi ölkədə karantin elan olunması, hərə sərhəddə karantin elan olunması demək deyil. Sərhədin öz rejimi var. Onu da Milli Məclis müəyyən edir. Sərhədi bağlayır Sərhəd Komandanlığı, Səhiyyə Nazirliyi və təbibin birgə rəyi əsasında əgər xaricdən ölkəmizə hər hansı bir epidemiya və ya pandemiya gəlirsə, onda sərhəd rejimi tətbiq olunur. Bunu da Milli Məclis tətbiq eləməlidir. Milli Məclisin belə bir qərarı yoxdur. Sərhəd rejimi əgər sərhəd qoşunları tərəfindən epidemiya qarşı bağlanırsa, 3 aydan çox bağlana bilməz. Qanunu yaxşı oxumaq lazımdır. Hökumətin burada heç bir təqsiri yoxdur, amma hökumətin burada bicliyi var. Şayiədir sərhədin, quru sərhədlərin bağlanması. Cəmiyyət ehtimal edir ki, əgər Nazirlər Kabinetinin sədri, baş nazir ölkədə karantin rejimini artırıbsa, deməli sərhədlər də bağlanıb. Xeyr, sərhədlərin bağlanması 5 il ərzində sərhədin bağlanması haqqında qərar olsaydı, bu beynəlxalq skandala səbəb ola bilərdi. Çünki bizim ətraf ölkələrimizlə, dövlətlərlə bizim aramızda 91-ci ildən bəri sərhəd rejimi barəsində müqaviləmiz var. Və Azərbaycan sərhədləri təkcə Azərbaycanın sərhədləri deyil, eyni zamanda ətraf ölkələrin sərhədləridir. Biz bu sərhədlərdən birgə istifadə edirik. Buna görə də sərhəd rəsmən bağlansa, ətraf ölkələr quru sərhədlərdən söhbət gedir. Bizi məhkəməyə verə bilərlər. Belə bir hal yoxdur. Azərbaycan Respublikasında sərhədlərin, quru sərhədlərin bağlanması haqqında heç bir normativ akt yoxdur. 2000-ci ildən bəli, ölkədə qanunsuz olsa belə, əsassız olsa belə karantin rejimi tətbiq olunub. Bunun sərhədlərə aidiyyəti yoxdur. Deməli, Azərbaycan Respublikasının quru sərhədləri rəsmən bağlanmayıb. Kim bu şayəni yayıb, məqsədli surətdə onu demək çətindir. Ümumiyyətlə, dövlətin belə bir daxili siyasəti var. Bu tez-tez hallarda istifadə olunan bir taktikadır. Məsələn, nümunə gətirək, analogiya gətirək, müqayisə edək. Sərbəst toplaşma haqqında qanunda qeyd olunur ki, vətəndaşlar sərbəst toplaşa və yürüyüş edə bilərlər. Bunun üçün müraciət edilir Bakı Şəhər İcra Hakimiyyətinə. Bakı Şəhər İcra Hakimiyyəti məktub yazır, imtina yazır. Amma imtinasında yazmır ki, sərbəst toplaşmaq olmaz və s. və s. Yazır ki, məsləhət görülmür. Və məsləhət görülmür sözündən sonra polis gəlir, insanları dağıdır. Görürsünüz, burada məsləhət görülməmək qadağan demək deyil. Burada da sərhəd ölkənin daxilində karantin xəstəliyi ilə əlaqədar COVID-lə olsa belə karantin elə olunması hələ sərhədlərin bağlanması demək deyil. Deməli, sərhədlər, quru sərhədlər rəsmən bağlanmayıb. Biraz hüquqi təhsiliniz olsun. Hüquqşünaslar, ölkədə məsələ barəsindədir ki, bu işləri bilən hüquqşünaslar da yoxdur. Heç bu haqda müzakirə edən də yoxdur. Ona görə bir daha deyirəm ki, Azərbaycanın quru sərhədləri rəsmən bağlanmayıb.